Şamaxı şəhərində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda saxla işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər. Daha sonra izi itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar. Kişini gördük, əlində qısa sumkasıyla çıxanda. İzlədik, gördük, evin bildik. Belə qərara gəldik ki, səhər evdən çıxanda götürəydim. Üçümüz də kişini tələdik, kişi darvazaya dəydi, yıxıldı, götürdük sumkanı, atdıq maşına. Çıxdıq, gəldik Şirvanda bizi tutdular. Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub. Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.